Bugün sizə xüsusi bir məlumat vermək istəyirəm. Bamya. Bamya adı ilə olan bu bitki ümumiyyətlə bildiyiniz lobiya bənzir və ya gürul bitkisinə bənzir, yaşıl nox bitkisinə. Bu bitkinin faydaları nədir? Bu şəkərin birə-bir dərmanı budur. Əsasən necə? Yeməklərdə istifadə olunur və eyni zamanda isə axşamdan bu bitkinin məhsulunu doğrayırsınız. Böyük bir stakana su əlavə edirsiniz. Axşamdan otaq temperaturunda qalır. Səhərlər ac qarına heç bir qida qəbul etmədən ilk olaraq həmin bunun bitkinin suyunu içirsiniz. Və 40 günə yaxın bu müalicəni davam etdirdikdən sonra şəkəri, qanda olan şəkəri balanslaşdırır. Hətta qanda olan xolesterin də aşağı salır. Eyni zamanda bağırsaqlar üçün də çox faydalıdır. Bu bax belə. Mən sizə təşəkkür edirəm.